Həftə sonu Göyçayda bayram bayrama qarışacaq. Zəfər bayramı, ardınca Bayraq günü və ənənəvi nar festivalı. Sayca 16-cı nar festivalına 2 ay əvvəl başlayan hazırlıq artıq yekunlaşır. Göyçayın xarici ölkələrdən də qonaqları olacaq. Bayraqlar asılır, prospekt və küçələrin asfalt örtüyü, yol nişanları, işıqlandırma sistemi yenilənir. Göyçay şəhəri növbəti nar festivalı ərəfəsindədir. Festivalın keçiriləcəyi mərkəzi stadion və kənd təsərrüfatı məhsullarının nümayiş olunacaq ərazidə də hazırlıq görülür. Artıq 2 aydan da çox bir zamandır ki, biz təşkilat komitəsi olaraq festivalın keçirilməsi ilə bağlı tədbirlər planı müəyyən etmişik və artıq tədbirlər planımızın böyük bir hissəsi icra olunub. İşlərimizin ən vacib məqamı bugündən sonra bizim şəhər stadionundakı sərgi, satış və digər yarmarkaların düzülüşü və eyni zamanda bunu yüksək səviyyədə gələn qonaqlarımıza təqdim etməkdən ibarətdir. Festival təşkil olunacaq məkanlardan biri də məhz rayon ərazisində yerləşən Təzə bazardır. Burada rayon fermerlərinin yetişdirdikləri nar məhsulu və nardan hazırlanan digər qida vasitələri sərgi satış yarmarkası vasitəsilə sərgilərə çıxarılacaq və birbaşa alıcılara təklif olunacaq. Festivala Göyçayın sakinləri, xüsusən də nar bağı olanlar da hazırlaşırlar. Yarmarkaya narın ən yaxşıları çıxarılacaq. Sayca 16-cı nar festivalı noyabrın 9-da saat 10-da başlayacaq. Axşam konsert proqramı ilə yekunlaşacaq. Vahid Fəxri, Devran Cəliloğlu, Emil Məlikov, AzTV xəbər.